Ermənilərin Azərbaycan dilində telekanal açması ilə bağlı xəbərlər də yayıldı. Bir gün, iki gün deyəsən onlar fəaliyyətdə oldular. Hələ bir onu diqqətlə izləmədik. Amma söhbət ona gəlir ki, dərhal da onu bağladılar. Niyə bağladılar? Özlərini güya tolerant göstərmək istəyirdilər. Güya Azərbaycan dilinə bunlar xüsusi münasibəti var. Azərbaycan dilində verilişləri yaymaqla Azərbaycana münasibətlərini göstərmək istəyirlər. Yəni bunların hamısı yalancı görüntülərdir və mən öyle o məlumat ortaya çıxanda da onun əleyhinə oldum ki, bunlar özlərini gözə soxmasınlar, kimsə gözünə soxmasınlar. Onların Azərbaycan dilində apardıqları verilişlər bizə heç bir əhəmiyyəti yoxdur, heç gərək də deyil. Bizdə müharibə dövründə gedirdi, indi qalıb o verilişlər yoxsa yox, müəyyən telekanalların müəyyən vaxtlarda erməni dilində, məsələn CBS kanalının səhv eləmirəmsə, erməni dilində də verilişləri gedirdi. Yəni Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin erməni əhalisinə çatdırılması üçün. O dövrdə bunun əhəmiyyəti vardı, amma indi təzədən güya bunlar dostluq qurmaq istəyirlər. Azərbaycan dilində veriliş hazırlar, heç bir ehtiyac yoxdur və başqa bir məsələni demək istəyirəm ki, onlar o cəmiyyətin içərisində kimlərsə bunu təşəbbüs eləmişdir. Dərhal da söndü. Deməli, hələ nə Ermənistan rəhbərliyi, nə də Ermənistan cəmiyyəti Azərbaycanla xoş münasibətlərə hazır deyil. Bu bilməyən şəkildə hər kəs bilməlidir. Niyə onu dərhal söndü? Güya deyir ki, maliyyə çətinlikləri vardı. Maliyyə çətinlikləri nəzərə almamışsınız. Bir gün, iki gün çək qutardı sizin maliyyəniz. Bu işi başlayanda maliyyə. Mən mesela öyrəndim ki, bu müəyyən hakimiyyət və yaxud hansı mərkəzlər tərəfindən ortaya atılmışdı bu ideya. Sonradan o ideyadan geri çəkildilər ki, Azərbaycanla onlar davamlı şəkildə hansısa münasibəti qurmaqda maraqlı deyirlər. Onların geri çəkilməsini bu şəkildə dəyərləndirmək olur.